kişi sözü üzə deyər. Hansı elmi, nəzəri cəhətdən sübut olunmuş bir şeydir ki, kişi sözü üzə deyər. Bunu kim deyib? Mən sözü üzə deyə bilmirəm. Və üzə deyəndə narahat oluram, qızarıram, qarşı utanıram. Amma onu olmayan yerdə bunu daha rahat danışıram. Bu kişiliklə, indi mən kişi deyiləm ona görə. Mənim nənəm laylay deyəndə az qala qonşular da yatar. Uşağa laylay deyəndə az qala qonşular da yatar. Həm toyuq düzə həyatda az qala yuxuluyurdu. Bunlara indi, məsələn, bu valideynlər var. Laylay bilirlər. Bunlar laylay bilir, nədir? Allah'a inanırsınız. Allah mənim üçün cavabsız suallardadır. Desəm inanmıram, üstümə çoxlu suallar gələcək. O sualların sayı o qədər çoxdur ki, sən onları araşdırmaq, öyrənmək, görürsən ki, çoxdur, öldürürlər səni, tez inanırsan. İnanırsan ki, suallar dayanır. Birdən belə rahatlıq tapan kimi deyirsən, inanmıram. Yenə gəlir suallar. Bu məsələ mənim üçün ən yaxşı Açıq qalsın. Tərəddüdlərdə qalsın. Biz deyirik, ailə institutu dağılıb, ailə institutu dağılıb. O ailə institutu nə idi, qardaş? Məsələn, indi bizi deyirlər, gedirsiniz Facebookda qızla tanış olub evlənirsiniz. Belə yaşlı adamlar deyilir. Siz nə tər evlənirsiniz? Siz də toy kasetinə baxıb evlənirdiniz. Bir-birinizə toy kasetini də bəyənirdiniz. Hələ şəkil göndərirdilər. O da o dövrün Facebooku. Hə, o da şəkil göndər. Yenə heç olmasa biz Facebookda girib bu satsıza da baxırıq, görək bunu nə yazıb, neyini. Sən şəkil göndərəndə bilmirdin bunun ağlı nə düşün. Və səni evlənirdik və səni sonra qadağalar bir yerdə saxlayırdı. O qadağalar da daha çox saxtakarlıqdan ibarət idi. Məsələn, qız atası qızına deyirdi ki, sənin bu evə meydin gələ bilər ancaq. Əgər ata öz qızını həqiqətən sevirdisə, niyə meyddən danışır? Demək, bu sevgi deyildi da, qadağı idi. Kiməsə böhtan atmaq yaxşı bir şey deyil. Amma indi bu cəmiyyətdir da, gündə mənə 50 dənə böhtan atır. İndi mən gəlib bunların hamısını məhkəməyə verməliyəm. Vallahi ikinci adamı məhkəməyə verəndə artıq öz dost tanışım evdə işləməyən lağlağıya qoyacaqlar. Nə oldu elə sən də hamını məhkəməyə ver. Özün bambılı vəziyyətə düşəsən. İnsanın böhtana, şərə də bir immuniteti olmalıdır. İmmuniteti olmalıdır, gücü olmalıdır. Sən elə bir şəxsiyyət olmalısan ki, o səhv böhtan atanda o birisilər inanmasın. Lap inansa belə. Lap inansa belə. Əsas sən deyirsən. Hədə qutardı getdi, lap inansın. İndi mən inanmasın birinci Zaten böhtanın gücü ondadır ki, başqaları inanır deyə sən narahat olursan da. Bir ateist bir şair dostumuz var. Görürəm, bu özü ateist olsa da özü hər şeyin xurafatçılığı ilə məşğuldur da. Yəni, nə bilim, demokrat edirsən inanmır, nə bilim, müxalifət deyirsən inanmır. Yəni, hər şey inkar. Amma, məsələn, bir dənə bir YEK müdürünün qabağında o necə quyruq buladığını mən görmüşəm. Ya, nə oldu sən buna inandın? Sən gücün qabağında quyruq bulamaq, gücün qabağında. Salam əziz Amin izləyiciləri. Yenə görüşünüzə gəlmişik. Studiyadakı qonağımızı sizə təqdim edirəm. Yazar, sosial şəbəkə fenomeni Kəramət Böyükçöl. Xoş gəlmişsiniz. Xoş gəldiniz. Cəmiyyətimiz haqqında danışacağıq Kəramət bəy. Sosial şəbəkələrdə məşhursunuz da, yəni sizi çox sitat gətirirlər, çox oxuyurlar. Məşhurluqla bərabər nəyi itirmiş oldunuz? Nəyin xiffətini çəkirsiniz? Bu barədə soruşmaq istəyirəm sizdə. Mən Azərbaycanda məşhurluğun arxasında ciddi maddi, sosial baza olmayanda o məşhurluq adama əzab-əziyyətdən başqa heç nə vermir. Bir dəqiqə elə bilirəm ki, məsələn 20 il bundan qabaq mən heç kimin, yəni qohum-əqrabamın, bir dost tanışımın tanıdığı kəramət idim də. Məsələn, mən indi o kəramətin xiffətini çəkirəm. Yəni elə istəyirəm ki, heç kimin tanınmadığı bir adam olsun. Çünki hamı səni tanıyırsa, istər-istəməz, sən də hər şeyə nəzarət eləməli olursan və hər şeyə nəzarət eləmək də səni bir insan kimi yorur. Məsələn, bir oturmuşsan restoranda, girirsən, məsələn, adamlar girir içəri, sənə baxırlar, salam verirlər. Bu bir tərəfi həddir, adamlar səni tanıyır, hörmətlə yanaşırlardır. Amma bu qədər belə diqqət mərkəzində olmaq, üzərində bu qədər göz hiss eləmək adamı həm də yorur. İstər-istəməz sən özü nəzarətdə saxlamalı olursan. Bu nəzarətdə saxlamaq məni yorur.
Yəni adam nə qədər Alma alıb küçədə yeyə gedəməsi deyəcəklər. Kəramət Böyükçöl alma yeyir. Hərçən ki mən o bir çox şeyləri eləyirəm. Alma məsələn küçədə bilməm. Amma məsəl üçün tutaq ki də məsələn sən oturursan tutaq ki məsəl üçün hansısa bir xanımla məsəl üçün oturub bir kofe içmək məsəl üçün sıxıla oturursan ki, bir axşam gəlib baxacağam ki TikTokda millət mənə baxır. Ya bir də kənardan biri video çəkir, biri nə bilim gəlir, salam verir, biri də şəkil çəkdirir. Da bu o qədər yəni adamı psixoloji cəhətdən yorur ki. Bir dəfə yəni fikirləşirdim ki, nətər eləyim mən tam belə hamının yadından çıxım. Həm də unudulmaq da belə götürəndə öz əlindədir də. Məsələn, çıxıb gedə bilərsən, sosial şəbəkələrdən heç kimə müsahibə vermirsən, danışmırsan. Yəni elə deyil ki, Bir müddət sonra unudurlar. Azərbaycan xalqının məsəl üçün, yəni elə hamını necə unudur, sən də elə unudub, yavaş-yavaş yadından çıxıb gedəcəksən də. Amma məsələ burasındadır ki, mən həm də məsələn kitablarımı satıram sosial şəbəkələrdə. Nə bilim, orada elan verirəm. Yəni bu mənim elə bilən ki, dolanışım, məişətim də buradan asılıdır deyil. Məhkumsan həm də. Elə bu ilə bağlı bir şey soruşmaq istəyirəm. Yəni Azərbaycanda kitab satmaq üçün mütləq Kəramət Böyükçöl olmalısan. Yəni mütləq bir ad yaratmalısan öncə, sonra o adın üstündən satmalısan. Kitabın özündən adamı tanıyan oxucu var mı? Bilirsiniz, Müşfiq müəllim, hər şey Aristoteldir, hər şey vərdişdir. Yəni vərdişlərinizi dəyişin, taleyinizi dəyişəcəksiniz. Mən artıq insanları buna öyrətmişəm. Yəni mənim tutaq ki, həmişə bu marketinqin qaydalarından danışanda, nə bilim, hansısa bir belə oturuşmuş düşüncə sistemindən danışanda kimsə deyir ki, elə deyil və kəramət niyə belə? Deyirlər kəramət çıx, o heç, o özü o ayrıca kateqoriya. Ayrıca bir kateqoriyadır da, yəni o bu kateqoriya, bu yazılmış nəzəri fikirlərə, düşüncəyə uyğun gəlmir. Nə praktikada mümkündür, nə nəzəri cəhətdən o özünə bir dünya yaradıb orada. Yəni bunu özüm yaratmışam. Azərbaycan xalqına ən az lazım olan şeyi bu gün ona ən çox satan adamam. Yəni Azərbaycan xalqına bu gün kitab ən az lazım olan şeydir. Amma yazıçılar arasında onu ən çox satanı mənəm. Nəşr qutarır, yenisini bəli də, çap yəni edirsiniz. bəli. İndi bu hərdən mənə deyirlər, sənin kitabı alırlar bu qədər, oxuyurlar. Deyirəm bizə mən də adamların arxasınca düşüb güdməyəcəm ki, görün mənim kitabımı oxuyur, oxumur. Əlbəttə mənə çoxlu geri dönüşlər olur. Son romanım barədə, səs romanım barədə. Yəni çəkinmədən deyirəm, minlərlə oxucu rəylər. Amma indi tutaq ki, məsələn, kimsə almır, mən elə nə bilim dəstək üçün və xatirə kimi kitabım evində olsun deyin. Yəni o cür adamlar da var. Amma ümumilikdə hansısa bir YouTube kanalındakı çıxışım, hansısa Facebook sosial şəbəkə statusundan tanıyan adamların mənim haqqımda fikirləri olur da belə dəyişən olur. Bir gün bir fikrimi oxuyur, deyirəm nə əla. Bir gün sabah bir fikrimi oxuyur, deyirəm bunun baş çatmır ki. Amma kitabımı oxuyub, bir romanımı oxuyub məni tanıyan adamlar mənim haqqımda fikri dəyişmir. Yəni artıq mənim hansısa bir fikrimlə razılaşmasa belə, onu çox normal şəkildə qəbul edir. Çünki kitab özü sənin haqqında böyük bir informasiyadır. Yazıcı haqqında, onun kimliyi haqqında, ümumiyyətlə gücü haqqında, qələmi haqqında. Yeri gəlmişkən, özünüzü bir yazıcı kimi məsələn xarakterizə eləsəniz də, sizcə sizin ən güclü tərəfləriniz nədir? İnsanın hansı tərəfdən göstərməyə çalışırsınız ya həyatı? Heç vaxt oxucularıma, tamaşaçılara, izləyicilərə heç vaxt yalan danışmamışam. Əgər dediyim hansısa bir söz yalan olubsa, o yalana mən özüm də inanmışam. Yəni bu onları belə hiyləgərlikdən, nəsə aldatmaq, eləmək niyyətim olmuyor. Özüm də aldanmışam. O qədər şeylər olub ki, yəni insan dəyişən bir prosesdir da, yəni daim dəyişir. İnsanın ən təbii halı dəyişməkdir. İnana bilmirəm ki, məsələn biz köhnə toy kasetlərinə baxanda oynamağımız, yeməyimiz, içməyimiz o qədər dəyişdiyimizi görürük, hətta baxırıq, utanırıq, belə eləyirik. Çevir. Və köhnə yazdığımız bir status qavağımıza çıxır, ayda utanırıq, tez onu silirik ki biz. Yəni mümkündür ki, adam bu qədər öz dəyişdiyini görə,
Amma tutaq ki, nə bilim, sevdiyi bir qadına münasibəti dəyişməyə, qadının ərinə münasibət, dosta, tanışa, ətrafa, yox. Onlar da dəyişir. Sadəcə biz bir-birimizə qadağalar qoymuşuq. Biz onu ifadə eləyə bilmirik, o dəyişməyi. Bir-birimizə münasibətimizin dəyişdiyini biz deyə bilmirik. Yəni sən 5 il bundan qabaq ona dost demişik, əziz dost demişiksə, düşürük onun psixoloji təsirinə, o ömür boyu mən onda səninlə çıxa bilmirsiniz çıxa bilmirik. Altından çıxa Bəli. Yəni bir adamı seviriksə, vəssalam, düşdün zibilə. Ömür boyu sən bunu sevməlisən. Və sədaqət. Siz ay Müşfiq müəllim, bu sədaqətdir, vicdandır, ləyaqətdir. Ümumiyyətlə bu anlayışların hamısı nisbidir və şərtidir. Amma siz məsələn ailənizə sədaqətlisiniz, atanıza, ananıza, statuslarınızı oxuyuram. Siz onları atmazsınız, dəyişməzsiniz, eləmi? O vərdişdir. O sədaqət deyil, o vərdişdir. Bilirsiniz necədir? Məsələn, atam məni sevir, anam mənə deyir ki, məsələn, ayrıla bilmir məndən. Buna mən, niyə məndən ayrılar? Ümumiyyətlə, Azərbaycan atasının, Azərbaycan anasının, övladının emosional bir münasibəti var, bağlılığı var. Yerin canında övladındır. Məsələn, ana övladını özünə belə gələcəyinə bir investisiya kimi baxır. Uşağı o düşüncə ilə, o zihniyyətlə böyüdür ki, uşaq böyüyəcək, mən qocalacam, mənim heç bir dolanışıq yerim, işim, gücüm olmayacaq, bu uşaq mənə baxacaq. Bu gələcəyə yatırılmış bir investisiyadır. Yəni sevgidən, bunun adını biz sevgi qoyuruq və bunlar bir prosesdə bir-birlərinə vərdiş eləyirlər və sonra ayrıla bilməməyin adına sevgi qoyurlar. Sonra nə bilim bu övladın da ona münasibətinin və etibarının, nə bilim sədaqət qoyurlar. Bu ananın, atanın normal pensiyası olsa, bu lap başdan düşünsə ki, mən qocalanda da özümün müstəqil evim olacaq, aylıq normal gəlirim olacaq. Bu övladın ataya, anaya, atanın, ananın övlada bu cür emosional münasibəti olmayacaq. Bunu sənin yaşadığın coğrafiya, yaşadığın ölkə, onun belə deyim, idarə etmə forması insana qarşı bu cür emosional münasibət yaradır. Məsələn, tutaq ki, biz namus deyirik, qeyrət deyirik və bu namus, qeyrət anlayışlarımızın altında nələr yatır? Bir-birimizə Allah. Məsələn, ümumiyyətlə bir söz var ya bizim dilimizdə. Kişi sözü üzə deyər. Qardaş, bu hansı elmi, nəzəri cəhətdən sübut olunmuş bir şeydir ki, kişi sözü üzə deyər. Bunu kim deyib? Qardaş, mən sözü üzə deyə bilmirəm. Və üzə deyəndə narahat oluram, qızarıram, qarşı utanıram. Amma onu olmayan yerdə bunu daha rahat danışıram. Bu kişiliklə, indi mən kişi deyiləm ona görə. Bunun kişiliklə nə əlaqəsi var? Bunu gətirib cinsiyyətlə, kişiliklə və qadınlıqla xüsusiyyətləri niyə bağlayırsan? Bu psixoloji bir vəziyyətdir və hamı da belədir. Amma mən sözü üzə deyə bilmirəm azadlığı hamıda yoxdur. Bir nəfər gəlir, bunu deyir ki, qardaş, mən sözü üzə deyə bilmirəm. Evlərdə buna baxırlar. Məsələn, bir qadın orada qab yayıyor. Düz deyir də, nə düz deyir? O deyir, düz deyir, o deyir və sənin bu düşüncən genişlənir, yayılır və bir müddət sonra legitimlik statusu qazanır. Amma sizi məhz ona görə çox sevirlər ki, siz düşündüyünüzü deyə bilirsiniz. Əlbəttə, biz nəyə görə? Çünki yəni bu keyfiyyət ümumiyyətlə sevilir adamlarda. Bəs yazıçıya ona görə dəli kimi baxırlar da biraz da. Biraz yazıcı ona görə cəmiyyətdən ayrılır, insanlardan ayrılır, təcrid olunur, o tənhalıq duyğusu, təklik. Ona görə mən psixoloji cəhətdən mən niyə deyirəm özümü çox yorğun hiss edirəm. Yəni bilirsiniz, bu həm də tənhalıqdan qaynaqlanır. Bilirsiniz, düz deyim, mən bu tənhalıq duyğusu məni heç vaxt depressiya aparıb çıxara bilməz. Çünki mən içindəki o mənəvi boşluqları, o yəni daxili instinktləri, hissləri, təbiətin sənə o daxili, yəni insan içindəki xaosdur da. Yəni küçə ilə bir qadın keçir, məsələn, sən o qadına baxıb beynində 100 cür şey fikirləşə bilərsən. Bu fikirləşdiyin hər şey sənə məxsusdur. Sənin içinə, dünyana məxsus. Amma sənin kənarda hisslərinə nəzarət edən bir ağlın olmalıdır. Və o funksiya sənə nə olar, nə olmaz düşün. Daim sənə o için, amma o içində baş verən xaos özünə aiddir. Kimin nə ilə lazımdır, mən kimə baxıb nə düşünürəm? O mənə aiddir. Yəni mənim o kənarda hisslərimə nəzarət edən ağlıma həmişə onu belə deyim də
paslanmağa qoymuram. O daim işləkdir. İşləkdir. Və bu hisslər də eyni zamanda itirmək olmaz. Çünki sən yazıçısan, sən bütün yazdıqların kökündə. Bilirsiniz, elm bilməkdir, ədəbiyyat hiss eləməkdir. Bilmək maraqsızdır. Amma hiss eləmək var ha. O maraqlıdır. Məsələn, elm sənə deyir ki, bu telefonun arxasında burada bir su var, çaşkada. Düzdür? Amma hiss eləmək, onu axtarır. Bax, şərq fəlsəfəsi də biliyi hiss eləməkdir daima. Əgər biliyi hiss eləmirsənsə, biliyi belə soğuk qalırsa, şərq fəlsəfəsi onu maraqlı hesab eləmir, o qərbin fəlsəfəsi. Əlbəttə, həyat niyə get-gedə maraqsızlaşır? Çünki əvvəl dostum mənə deyəndə ki, mən onlara qonaq gələndə deyirdi ki, Əhmədlidə filan metronun yanından çıxırsan çölə və sən buradan düşürdün Əhmədliyə kimi metronun yanına düşürdün. Bir də gördün yolda o qədər maraqlı şeylərlə qarşılaşırdın. Adamlardan ondan o sözü soruşurdun, bundan bu sözü soruşurdun və həyatın, keçmişin yaranırdı, xatirələrin, yaddaşın yaranır. İndi konumu atır ki, nöqtəyə düşürsən nöqtəyə. Halbuki sən heç nə axtarmırsan. Həqiqətən heç kimdən daha soruşmuruq da. Və sənin yaddaşın əlindən alır, xatirən əlindən. Əvvəl məsəl üçün biz kənd adamları olur, babalarımız, nənələrimiz. Məsələn, onlara bir-birinə bir sual verirdin. Yəni danışdığı, üzlərindən asılı olmayaraq danışdığı şeylər, ilahi nə boyda bir həyat düşüncəsi, fəlsəfəsi, hansısa belə kitabda nəzəri cümlələrlə yox, özü, niyə? Çünki bu yaşantıları var idi, keçmişi var idi, xatirəsi var idi, yaddaşı var idi. İndi kimdən söz soruşursan, adın telefona baxır, cavab verir. Yəni deyirsən ki, məsəl üçün filan şey nədir? Bir dəqiqə gözlə. Bu nədir? Sən bütün bundan asılı vəziyyətdəsən. Bəlkə bu elə tənhalaşmağımız bizim yaddaşımızı itirməyimizə də gətirib çıxarır. Əlbəttə, hətta bu cür adamların sayı, o yaddaşsız adamların sayı o qədər çoxalıb ki, artıq yaddaşı keçmişi olan adamlara gülürlər. Axı belədir də həmişə. Bəlkə özü istəyirəm, valideynlər də uşaqlarını bir yaddaş kimi yanlarında saxlamaq istəyirlər. Hər dəfə tez-tez xatırlayırlar. Bax, uşaqlıqda sən belə eləmişdin, belə eləmişdin. O təzəliyə onlar həyatlarını yaşayırlar. Orası elədir, amma sizin bu cür baxmağınız odur ki, siz o köhnə valideynlərdənsiz. Yaddaşınız var deyim, məsələyə bu cür baxırsınız. Amma tutaq ki, təzə valideynlərin hadisələrə bu cür yanaşması yoxdur. Onların ümumiyyətlə yanaşması yoxdur. Yəni, mənim nənəm laylay deyəndə az qala qonşular da yata. Uşağa laylay deyəndə az qala qonşular da yata. Həm toyuq düzə həyatda az qala yuxuluyurdu. Bunlara indi, məsələn, bu valideynlər var. Laylay bilirlər. Bunlar laylay bilir, nədir? Bilmirlər. Bunlar laylay bilmir ki, nədir? Və həyat, o şeyləri görən adamlar üçün də bunlara baxanda həyat maraqsız bir şeydir. İndi bəlkə bunların da öz dünyası var, amma bunların dünyası bu balaca dünyadır. Balaca bir dünyadır. Nə dünyan olacaq ki sənin? Yəni 10 minlərlə dostu olur, reallıqda əlini sıxacaq bir adam da yox. Hə də, yəni nə dünyadır? Yəni sən həyata, yəni tutaq ki, bir qadındır, yəni bunun belə bu məsələn bir geyim mağazalarından başqa, kosmetika mağazalarından başqa, nə bilim bahalı şubadan başqa, nə bilim mollarda hamısı bundan başqa dünyasına bunlar daxildir da. Yəni nə səndən oturub Osho'dan danışacaq, Kantdan danışacaq, Hegel'dən danışacaq, Freud'dən nədən danışacaq səndən? Və sənin bundan söhbətinin ömrü çox yəni qısa çəkə bilər də. Yəni yeri gəlmişkən yaxınlarda sizin bir statusunuzu oxudum deyəsən də keçən həftə. Mənəvi boşluqdan yazırdınız ki, insanların içində bir boşluq var. O boşluğu nə tutsa adam onundur. Din tutsa, təriqət tutsa, gedir o təriqətə, meyxana tutsa, meyxanaya, elm tutsa, elmindir. İnsan, orada resept verirsiniz, deyirəm, burada bir də səsləndirəsiz özünüz, bəlkə də biraz geniş şərh eləyəsiz. İnsan özünün olması üçün, özünə sahiblənməsi üçün nə etməlidir boşluqla? Bilirsiniz, Müşfiq, insan qəlbinə, ruhuna, içinə çəkilmiş hazır yollar var. Məsələn, sən bir insanı əldə eləmək istəyirsənsə, məsələn, o insanı götürmək istəyirsənsə, hansısa bir cəryanın olmağını istəyirsənsə və yaxud özünün xidmətçinə çevirməsini istəyirsənsə, o hazır yollardan gedib girirsən onun ruhuna. Məsələn, din insan qəlbinə çəkilmiş hazır bir yoldur. Və bu yolun 1000 illik tarixi var.
başlayırsan buna məsəl üçün bu dindən danışmağa və dinin gözəlliklərindən danışmağa adamı götürdün. Bir də var ki, sən özün insan qəlbinə təzə bir yol çəkirsən. Azərbaycan ordusu Şuşaya başqa bir yoldan girdiyi kimi. O ənənəvi yoldan girmirsən o insanın içinə, ruhuna. Və girirsən özün o insan qəlbinə, ruhuna, içinə bir yol çəkirsən və pis bir niyyətin də olmur. Və niyyətin ondan ibarətdir ki, hər tərəfi işıqlandırasan. Yəni mənim tutaq ki, Azərbaycan insanlar, yarı zarafat, yarı ciddi deyirəm. Deyirəm ki, Azərbaycan xalqına 15 manatdan artıq ziyanım dəyməyib də. Yəni kitabım yəni sən özü kitab oxuyan adam da deyirsən ki, deyəm ki, mən səndən istifadə edirəm. Yəni uzaq başı mənim gündəlik məişətimi, dolanışağımı təmin edəcək səviyyədə bir kitab satıram da. Hə. İndi mənim yəni bu insanlardan başqa bir niyyətim, məqsədim nə ola bilər? Sadəcə olaraq yəni daha çox istəyirəm ki, həyatı dərk etmə fəlsəfəm, düşüncəmdən yəni mən çalışım yəni öz ətrafıma bir işıq saça bilim. Kimsə onu işıq hesab eləmirsə, eləməsin. Amma bu mənim düşüncəmdir da, mən öz düşüncələrimi bölüşürəm. Və insan içində ora gəlir, boşluqlar olur. Və məsələn, tutaq ki, o TikTok'un 1 dəqiqəlik, yarım dəqiqəlik videoları olur. Məsələn üçün o virus kimi. Gedir doldurur o boşluğu. Çünki sən o videoya baxmaq üçün hansısa bir zehni əmək, hansısa bir zəhmət tələb eləməyən bir şeydir. Yəni orada tutaq ki, 2 kəlmə dedi, yəni meyxana dedi də, yəni və sən də bunu getdi içindəki o boşluğu doldurdu və səni qaldırdı yuxarı. Wow! Buna sənət. Sənət bu qədər sadə bir şeydir ki, orada deyir 2 saniyədə gəlib səni çatdırır və sən qaldır yuxarı. Wow! Bəlkə hər kəsin boşluğunun dərinliyi də fərqlidir. Yəni o boşluqları insan bayaq siz də dediniz, o mən yazdığım yazıda belə boşluqları nə doldursa adam onundur. Məsələn, çox belə insanlığa, bəşəriyyətə məsələn zərərli olan şeylər də doldura bilər o boşluğu. Mən bu efirdə adlarını çəkmək istəyirəm. Təbii. İnsan gedir, insan fəlakətlərinə terrorist ola bilər. Terrorist ola bilər. Yəni o boşluğu gedir o. Ona görə də insan öz müdafiə sərhədlərini, düşüncəsini, elə o düşüncələrini, hisslərini ayaq üstə saxlamalıdır ki, onun müdafiə sərhədlərinə çevirə bilsin. O yad şeylər gəlib, o insanı o ABŞ Maduronu götürdüyü kimi hop götürüb özününki eləməsin. Adam özünün olsun. Çünki burada nə lazımdır? Məsələn, bax minillərlə deyirlər ki, həqiqət əsasdır. Mənə indi elə gəldi ki, siz deyəcəksiniz ki, hissiyat əsasdır. Yox, düşünmək və sənə düşünməyi kömək edən adamları dinləmək lazımdır. Düşünməyi kömək eləmək. Yəni məsəl üçün tutaq ki, belə deyim də, alternativ variantları məsəl üçün dinləməlisən. Düz deyindim, mən birdən-birə o həkim gedir ağır dərman yazmır ki, bu birdən-birə bu dərman buna pis təsir edir. Ya birdən-birə mən sənə gedir bu qalın kitabları da oxumağı da tövsiyə eləmirəm ki, birdən tullayasan bunu kənara ki, anlamayacaqsan. Mənlik deyil. Yəni belə səni düşünməyə kömək edən adamları dinləmək. Yəni hər şeyi fikirləşməlisən ki, məsəl üçün mən nə öyrəndim, nə götürdüm, yoxsa vaxtımı. Bizən ən dəhşət şeylərdən birisi. Bu qədər qısa bir vaxtı, məsələn bizim dilimizdə bir şey vaxtımı öldürürəm. Sən nə qədər vaxtın var ki, onu öldürürsən? Ya sən nə qədər bir zamanın? Maksimum 60-70 il. Hə də. Və sən maksimum yuvarlaq götürəndə 60-70 il ömrün var, belə götürək. İndi ortaq 65 il ömrün var. Eləsi var 80 yaşı, eləsi var 40 il yaşı. 65 il ömrün var. Sən onun da 30-un 40-ın yaşamısan. Yerdə 20 il ömrün var. Bu 20 ili sən böl, nə bilim, zaman, saata, günə, saniyə çevir, gözün qabağında surətlə keçir. Bu nə boyda bir zamandır ki, sən hələ bunu öldürürsən. Getdim orada vaxtımı öldürdüm. Sən təsəvvür edirsən, sən bu dünyaya bir də gəlməyəcəksən. Sən belə bir şansın olur ki, bu dünyaya gəlmisən.
Ya bəlkə də bu dünyaya gəlmək istəyən milyardlarla adam var, amma gələ bilmirlər. Amma sən gəlmisən də bu dünyaya. Düzdür? Və sən bir də gəlməyəcəksən. Bu günəşi, ayı, bütün bu dünyada oxumadığın kitabları, baxmadığın filmləri, nə bilim, bütün bu görmədiyin yerləri. Və sən bunu dərk eləmirsən, gedib oturursan bir dənə çayxananın küncündə, bütün gün siqaretdən püfürlədirsən, vaxtımı öldürürəm. Təsəvvür edirsən? Mənə belə dəhşətli bir şey kimi gəlir də. Yəni mən bunu təkcə o adamların demirəm, həm də özümə deyirəm. Yəni güya belə deyim də, mən eləmək istədiklərimi eləyə bilirəmmi? Yox. Amma bunu ən azı dərk eləyirəm. Bu sualı verməyə bilmərəm. Allaha inanırsınız? Bilirsiniz, Allaha inan məsələsi, yəni Allah var, ümumiyyətlə yox məsələsi mənim. Bayaq dediniz ki, baxın, gəlmək istəyirlər dünyaya, gələ bilmirlər, ona görə. Necə? Yəni inanırsansa var, inanmırsansa yoxdur. Bunun cavabı bu qədər sadədir. İkincisi, yəni Allah mənim üçün cavabsız suallardadır. Desəm inanmıram, üstümə çoxlu suallar gələcək. O sualların sayı o qədər çoxdur ki, sən onları araşdırmaq, öyrənmək falan məsələn, görürsən ki, çoxdur, öldürürlər səni, tez inanırsan. İnanırsan ki, suallar dayanır. Birdən belə rahatlıq tapan kimi deyirsən, inanmıram. Yenə gəlir suallar. Və ona görə, yəni bu məsələ mənim üçün ən yaxşı, Açıq qalsın. Açıq tərəddüdlərdə qalsın. Yəni buna inanmaq da mənim üçün, yəni Allaha insan məsələn inanan adamlar var. Yəni indi onlar belə Allahı dərk edirlər. Yox. Onlar tənbəllikdən qəbul ediblər Allahı. Amma onların içində Nəsimi kimi, Cəlaləddin Rumi kimi adamlar da var. Aydın məsələdir. Onlara tənbəl deyənlər. Çünki desən bir adam desə yoxdur, nə qədər suallar çıxacaq onun qabağına. Təbii o da var. Deyir var, canım qurtarır da o suallardan. Ağlını söndürür. Bəli. Yəni sən heç bir kitab oxumadan dindar olmaq mümkündür. Amma heç bir kitab oxumadan ateist olmaq mümkün deyil. Yəni bir adam tutaq ki, məsəl üçün dindardan, Azərbaycanlı düşüncəsində dindardan gedir də. Yəni bu qədər adamlar, yəni bunların böyük əksəriyyəti Qurani-Kərimi oxumayıblar. Düzdür. Amma yaxşı nəyin dindarıdırlar? Yəni sən kitabın Qurani-Kərimdə, amma sən onu oxumamısan. Və məsələn bir dəfə biri gəlmişdi bu din mövzusunda mənlə mübahisə eləməyə. Vallahi mən dedim, hə, yaxşı, gəl mübahisə eləyək. Başladım, indi mən demirəm, mən ilahiyyatçı deyiləm. Məsəl üçün, Quranı oxumuşam, oradakı ayələri məni düşündürüb eləyib. Dedim ki, oxumusan, deyir, necə yəni? Deyirəm, yəni bu sualın cavabı necə yəni olub deyil. Ya hədir, ya yox. Ya hədir, ya yox. Quranı oxumusan, yoxsa indi bu nə deməkdir ki? Deyirəm, oxumamışam da, yəni bu da nədir? Yəni, yaxud deyəcəksən, oxumuşam, indi sən gəlmişsən, dini müdafiə eləməyə gəlmişsən. Onda mən sənə suallar verəcəm ki, müzakirə eləyək də. Müzakirə eləyək. Doğru yolda ol ki, şükr etməyi biləsən. Yəni nə deməkdir? Bundan nə başa düşürsən? Sual verirsən adamlara. Ümumiyyətlə o Quranda o sənə məsələn sadə bir düstur verir və sən o düsturun ətrafında, o bir dənə adi bir cümlənin ətrafında sən elə şeylər yaradırsan. Məsələn, doğru yolda o ki, şükr etməyi biləsən. Məsələn, onun ətrafında yaratdığım fikir bundan ibarətdir ki, məsələn, tutaq ki, mən oğurluğa gedirəm, orada 100.000 pul var, onu oğurlayacam. Gedirəm, əlimə düşür 100 manat. İndi mən buna şükür etməliyəm. Mən bura 100.000-ə gəlmişdim, əlimə 100.000 düşür. Şükür etməliyəm? Yox, bu şükür deyil. Ona görə Quranda yazılıb ki, doğru yolda ol ki, şükür etməyi biləsən. Sən birinci müəyyənləşdirməlisən ki, doğru yoldasan, yoxsa yox. Ondan sonra şükür eləməlisən. Elə hər əlimə düşənə görə şükür deyil ki. Haram tikəyə görə şükürlər. Sən hər əlimə düşən... İndi qardaş, oturursan belə Qurandakı bütün ayələrdən bir belə danışsan, o sənin cümləni Quranı oxuyur deyir və sən izah edirsən ki, mən burada bunu demir. Məlum olur ki, dindar sənin özüsənmiş ki. Sən üstünə gələn dindar deyil. Hə. Əslində həqiqət axtaran adam həqiqi dindardır. Yəni mən Allahı bu cür axtarıram. Mən
düşünürəm, hər şey üzərində düşünməkdir. Yox, Allah elə sən var bu Allaha nə hörmətdir, nə sevgidir, nə rəğbətdir. Adamlar var ya, Allahı belə Nizami Gəncəvi kimi bir kişi kimi təsəvvür edir. Elə başı belə yaylıqlı zaddır belə. Yəni oturub orada Allah görür. Ay bir düşünməkdir bu. Yəni Allahın varlığı elə tərəddüddədir bəlkə də. Tərəddüddədir. Ya sən niyə əmin olmalısan ki? Niyə buna əmin olmalısan? Elə ömür başdan ayağa axtarmaqdır. İbrahim belə soruşur ki, sən necə dirildəcəksən ölüləri? O da deyir, inanmırsan. Deyir, inanıram, amma ürəyim narahatdır. O da onun üçün bir eksperiment qoyur. Yəni bir peyğəmbərdə tərəddüd ola bilir. Düzdür, Allaha inamda tərəddüd yoxdur, amma bu necə olacaq deyə hissiyata ayıqdır. Bilirsiniz, bu axtarmaq var ha, axtarmaq ümumiyyətlə mən Canlılıq əlaməti. Bəli, bu mövcudsan. Sən ağrı da bədənin bir hissəsidir. Məsələn, sən belə duranda qolun haqqında heç nə düşünmürsən. Gün ərzində nə qədər qolun, amma qolun hansısa bir divara dəyəndə o ağrı həm də sən qolunu yadına salır. Ayda, mən qolum var. Yəni bu mənada Tamamilə. ağrı da bədənin. Əslində Quran da deyir ki, sən deyir ölülərə heç nə eşitdirə bilməzsən, ancaq dirilər eşidərsən. Səni həqiqəti qavramaq üçün də gərək diriliyi saxlayasan. O ilə sizdən tam razıyam ki, Əlbəttə. insanların çoxusu bunun qayğısına qalmır. Əlbəttə. Mənən ölür, ağlı ölür və istəyir ki, Allaha xidmət eləsin, Allahın yolu ilə getsin. Siz, Müşfiq müəllim, dünyanı oyun kimi dərk eləməyəndə, həyat səni çox böyük faciələrə aparıb çıxarır. Yəni oyun nədir? Bayaq dedim, müdafiə sərhədləri. O oyunu dərk eləməsən müdafiə sərhədləridir. Və adi məsəl üçün bir qızla bir oğlandır, bir-birini sevirlər. Qız oğlana deyir ki, mən ölsəm də səninəm. Amma bu gəlirlər. Amma məhliyə girəndə qız oğlan deyir ki, sən buradan qayıt, qonşular bizi bir yerdə görməsin. Niyə? Adına söz çıxar. Təhlükə var. Təhlükə var. Ölsən də mənli idin. Qız artıq burada deyir, ölsəm də sənin, amma burada gələcəyə ayaq yeri qoyur. Özünün təhlükəsizliyini təmin edir. Və deyir, ölsəm də səndən, amma deyir, biz evləndən sonra falan şey eləyə bilərik. Amma nə oldu? Bu nədir? Bu insan... Düşürsən oyunun içinə. Oyundur bu. Qız öz oyunun qurub. Amma indi burada bir qız səhv eləyir, düz eləyir məsələsi yox. Qız, indi yaxşı, birdən qız oğlan bütün dediklərində elədi. Ondan sonra oğlan fikrini dəyişdi. Onda qız nə olur? Qurban. Qurban olur. Yəni, indi sən qurban olmamaq üçün hərənin öz oyunu olmalıdır. Müdafiə sərhədlərinə çevrilməlidir. O həyatın dərk elədiyi oyunları bütövlükdə biz bir oyunun içindəyik. Mən burada sizi təxribata çəkmək üçün qəbul elə şey deyə bilərəm ki, siz də falan şey deyəsiniz. Amma siz avtomatik təxribata çəkildiyinizi hiss eləyir və müdafiə sərhədləriniz düşür işə. Amma yerinizə başqası olsa, avtomatik sənin istədiyin eləyəcək o. Triggerdir. Əlbəttə. Yəni dünyanı, sevgini, ailəni, məişəti hər yerində oyundur. Və sən bu oyunları dərk eləməsən, qurban olacaqsan. Və qurban olmamaq üçün də öyrənmək lazım. Oyundan çıxış var. Oyunun ən yekəsi, ən böyüyü məsələn yaranışla ölümün arasında baş verir də. Yəni bu bir yarandın, burada da qutardı. Düzdür? Və bütün bu oyunların hamısı 60-70 il, 65 il yuvarlaq götürəndə də indi bayaq biz insan ömrü bu prosesin içində baş verir. Mən götürəndə 65 il ömrüm var da. Bunun 11 ili gedir orta məktəbə. Səhər-səhər yuxudan dururam. Bu nədir? Ged 11 il orta məktəb. Sonra əziyyət çək, zülm çək, nə bilim, müəllim yanına get, 4 il universitet oxu. İnstituta gir, hazırlaş müəllim. Sonra 4 il oradan institut oxu. 2 il magistratura oxu. Sonra git əsgərliyə. Gəl axırda evlən, uşaq olsun. Sonra başla bu uşağa yemək daşı. Axırında nə olacaq? Öləcəksən də. Mən bu öləcəmsə, bu boyda bu zülmü, əziyyəti, bu magistratura, diplomu, zadı, neynirəm? Və din sənə əbədiyyət vəd eləyir. Başqa bir dünya vəd eləyir. Ki, sən bu işlərlə həvəslə məşğul olasan. Eşqlə məşğul olasan ki, başqa bir həyat var, əbədiyyət var. Sən hər şey bu dünyadan ibarət ola bilməz. Axı hər şeyin bu dünyadan ibarət olduğunu düşünəndə Bəlkə ona məna verir o prosesi. Yox, indi siz məna deyirsiniz. Mən məsəl üçün yəni əbədiyyət deyirəm. Məna vermək də oyundur. Əbədiyyət verir. Həyat nədir?
Hərdən mənə soruşurlar, həyatın mənası nədir? Həyatın mənası bir deyil, iki deyil. 1000 dənə məna var da. Kim həyata nə məna verirsə, o məna ilə də yaşayır. Sonra bizim mənalarımız başlayır dalaşmağa. O da ona razıyam. Mənalar dalaşır, ortaya ədəbiyyat çıxır, əsərlər. Qan da tökülə bilir. Qan da düşür, aləm qarışır bir-birinə, sənin mənana, mənim mənana. Yəni bütövlükdə bu proses. Dünya ona görə deyirəm ki, həyatı oyun kimi dərk eləməsən, yəni sən faciələrə yer çıxır, qurban olacaqsan. Qurban olacaqsan. Yəni sən ölümü də müqəddəsləşdirmək, yəni ölüm birsiz. İstər-istəməz ölüm insanı müqəddəsləşdirir. Yəni belə toxunulmaz eləyir. Da ölüb də belə şəklində, onun baxışlarında da bir məna başlarırsan. Ölüm də məna verir varlığa. Hə də baxışlarında o başlayır son söz. O orada bunu ona görə demişdi ki, ölümü hiss eləyib. Demək, axırıncı dəfə mənə dedi ki, görüşərik. Ay da buna oradan bir dənə bu bəlkə də heç görüşərik sözünün axşam çayxananı deyir, amma bu onu gətirir ki, görüşərik. O hiss eləmişdi ölümü. Və öləndən sonra sən başlayırsan hər şeyə bir məna verməyə, onu müqəddəsləşdirməyə, nə bilim nə, belə bu şeylər, bu duyğular insanın daxilini bayaq demək içindəki xaosun əlamətləridir də. Sən buna bir emosional varlıq kimi baxırsan, bir də bir soyuq məntiqlə baxırsan. Düzdür, mən belə həyata tam soyuq məntiqlə baxanda da sümüyə dönür adam. Belə o sümüyə vurursan, səs çıxır. Yəni insan emosiyadan, hissdən, duyğudan da bu qədər məhrum olmalı deyil. Amma bütövlükdə aldanışdı. Mən hərdən bir nəfər mənə deyir ki, Gəncədə yadıma gəlir, bir insan idi, mənə dedi ki, qardaş, mən nətər eləyim ki, belə həyat mənə zərbələr vurmasın. Özü belə gördüm, üzü gözü əyilmişdi sanki belə həyatın vurduğu zərbə. Çox, yəni bir insan gör nə qədər indi buna zərbələr dəyib ki, gəlib bu sualı mənə verdi. Buna qayıtdım ki, gecdi, sən bu artıq vurublar hər yerin əyilib, üzülüb. Dəyən dəyib. Dəyən dəyib sənə. Amma yəni mən şəxsən özümdən belə bir şey düzəltmişəm, belə immuniteti artırmaq üçün, gücləndirmək üçün bir vaksin düzəltmişəm. Beyninin bir küncü hamını xəyanətkar hesab edirsən, hamını satqın hesab edirsən. Beyninin bir küncündə. Amma bunu heç kimə demirsən. Çünki desən, sən artıq deyərlər bu xəstədir, bu şizofreni xüsusiyyətləri, hamının üçün. Beyninin başqa böyük bir küncü var da, orada da dost ol, tanış ol. Bəs siz? Onda artıq sənin immunitetin güclənir. Bilirsiniz? Yox, mən onu nəzərə tuturam ki, tam ki, beynin bir küncündə fikirləşirsən ki, hamı xəyanətkardır, bəs mən. Ən azı məndə dayanırsa bu xəyanətkarlıq. Əvvəla, indi gəlir də orada. Xəyanət nədir? Ümumiyyətlə, biz xəyanət sözünü niyə bu qədər belə? Məsələn, bəli, indi dövlətə xəyanət. Məsəl üçün, böyük bir hadisədir ki, dövlətə xəyanət edirsən, bu qədər insanın taleyi, həyatı... Haqq itirmək, məsələn. Amma ümumilikdə, yəni, xəyanət sözünü bizcə bir belə xırdalayaq, görək ki, nədir bunun? Xəyanət dəyişmə prosesidir. Dəyişmə prosesi, insan dəyişmə prosesi. Yəni, mən onda səni sevirdim, indi sevmirəmdir xəyanət. Mən onda səni sevirdim, amma indi sevmirəm. Biz bir-birimizə qadağa qoymuşuq deyin. Sevmirəm sözünü deyə bilmirik. Biz başlayırıq bir müddət o daxili emosiya, hisslər başlayır, həqiqətən sevir, ondan sonra düşür zibilə. Və başlayır onun rolunu oynamağa. Məhkumluq başlayır. Və məhkum olursan. Sən ölmüş sevgi sevirsən, sevgin ölür. Sonra başlayırsan ölmüş sevgini gəzdirməyə. Yəni meyidi gəzdirməyə başlayırsan. Çünki meyid sənindir, sən öldürmüsən bunu. Və başlayır orada sevginin mənalı, adına sevgi dediyimiz hisslərin mənaları dəyişir, bağlar yaranır, dostluq qatırıq ora biraz, dost anlayışın qatırıq, köməyə çağırıb başqa duyğuları ki, da bir işdir, zülümdür, eləmişik bu evin damın altında ki, biz bu ömrü sürək geçsin. Qadağalar ən çox insanı bir yerdə saxlayır, qadağalar, bir o qadağalar aradan qalxıb. Məsələn, bizim adına ailə institutu dediyimiz o şey ki var, məsələn, nədən ibarət idi?
Bax, o ailə institutu, biz deyirik, ailə institutu dağılıb, ailə institutu dağılıb. O ailə institutu nə idi, qardaş? Heç nə, gedirdi, məsələn, indi bizə deyirlər, gedirsiniz Facebookda qızla tanış olub evlənirsiniz. Belə yaşlı adamlar deyirdik. Siz nə tər evlənirsiniz? Siz də toy kasetinə baxıb evlənirdiniz də, bir-birinizə toy kasetini də bəyənirdi. Hələ şəkil göndərirdilər. O da o dövrün Facebooku. Hə, o da şəkil göndər. Yəni heç olmasa biz Facebookda girib bu statusda da baxırıq, görək bunu nə yazıb, nə edib. Sən şəkil göndərəndə bilmirdin bunun ağlı nə düşün. Və səni evlənirdiniz və səni sonra qadağalar bir yerdə saxlayırdı. O qadağalar da daha çox saxtakarlıqdan ibarət idi. Məsələn, qız atası qızına deyirdi ki, sənin bu evə meydin gələ bilər ancaq. Əgər ata öz qızını həqiqətən sevirdisə, niyə meyddən danışır? Demək, bu sevgi deyildi da, qadağı idi. Nəyə görə deyirsən bu evə meydin gələ bilər? Qonşu, qohum, nə deyərlər, filan kişinin papağı, qızı boşandı. Və bir gün qohumda, qonşuda, yavaş-yavaş hamının qızı boşandı deyim, bir gün qız atası qızına demir sənin bu evə meydin gələ bilər. Yəni, bizim o adına ailə institutu dediyimiz şey, saxtakarlıqdan, yalandan ibarət olduğu üçün bir balaca azadlıq küləyi dəyən kimi darmadağın oldu, çıxdı, getdi. Ümumiyyətlə, yalan üzərində qurulmuş hər şey balaca azadlıq küləyi dəyən kimi darmadağın olub, çıxıb gedir. Yəni, əgər tutaq ki, bir toplumu sən qadağalarla, sevgi ilə yox, ona məhəbbətlə, ona diqqətlə... Bəlkə bu məna döyüşüdür. O mənaların altını qazırlar artıq yeni şəraitdə, o köhnə mənalar üşüyür və sistemlər dağılır. Yəni, həm də odur. Yəni, biz burada, siz o sualınızla mən bu dediklərimi inkar eləmirsiniz. Yox, inkar eləmək. İnkar eləmir. Sadəcə o fikri daha da açmaq. Bəli, amma ümumilikdə mən bizən ağlı olan adamların sonsuz azadlığının tərəfdarıyam. Çünki ağıl onsuz da o azadlıqlara sərhəd qoyacaq. Yəni, azadlıq mifinə belə inanan adam da deyiləm. Mən deyərsən ki, elə bu azadlıqdan danışanda deyir ki, get. Sənin, yəni ümumiyyətlə, insan azadlıqdan böyük məsuliyyət yoxdur. İndi məsələ burasında ancaq azadlıq istəyirlər, məsuliyyət istəmirlər də. Azadlıqdan böyük məsuliyyət yoxdur. Azadlıq həm də... Bəlkə o qızına barmaq sirkələyən ata da ona məsuliyyəti xatırladır. Məsuliyyəti xatırladır. Bilirsiniz, mən ümumiyyətlə bu ailə institutunun dağılması ilə bağlı mən ümumiyyətlə, yəni ailə, insan tək yaşamağın tərəfdarı deyiləm. Yox, deyiləm. Yəni, insan çöldə yorulur, insanlardan bezir. Bəli, sən gedib bir yuvada, başını bir dizin üstə qoyacağın bir adam axtarırsan, onunla söhbət eləmək. Yəni, bunları mən, yəni, ailə incində özüm ailə dağılıb, ayrılıb deyən istəmirəm. Elə hamı mənim time olsun. Elə bir düşüncədə deyil. Onsuz da, yəni, dağılıb, elə aləm qarışıb bir-birinə. Amma ən pis odur ki, ailə institutu dediyimiz şey dağılır və onun yerində heç nə yaranmır. Yəni, dəyərlər yaranmır. Tutaq ki, dəyər deyəndə elə hər şeyi dəyər hesab eləmirəm. Mənim üçün, məsəl üçün, dəyər bundan ibarətdir ki, insan hüquqları, bəşəri dəyərdir də bu. Mental dəyərləri mən, yəni insani dəyərlər hesab eləmirəm. Çünki bunlar daha çox bizə aiddir, bizim coğrafiyaya aiddir, bizim ölkəyə aiddir. Yəni, sərhəddə o üzə keçəndən sonra bunların hamısı dağılıb, məhv olub çıxıb gedir. Yəni, mən bu daha çox bəşəri dəyərlər, bəşəri hisslərlə yaşamağın tərəfdir. Amma sən durub gedib o, nə bilim, bu adamlara bəşəri dəyəri birdən-birə gətirib, o bayaq dedim, o resept dərmanı, o dozanı yüksək desək, bunları tədricən öz səngərindən çıxartmaq üçün, aydınlığa çıxartmaq üçün də, gətirib bir yerə çıxartmaq üçün o resepti tədricən yazmalısın, dərmanları ona. Ona görə biz təkcə, məsəl üçün, adam öldürmək istəyən adam var, adam öldürmək istəyən adam. Onu bir 2-3 dəqiqə yerində tutub saxlasan, sonra buraxsan, o gedib öldürməyəcək onu. Adi bir maşından gedir, taksi sürücüsüdür. Məsələn, o qabaqda bir dənə hansısa bir maşından mənafiyə toqquşur. İşıq orada, nə bilim, o nə deyir, belirə, düşüb öldürəcəm, zibilə düşəcəm. Düzdür. İndi burada 2 dənə informasiya var. Bunu gedib onu öldürməməyin səbəbi zibilə düşmək qorxusudur. İkinci informasiya nədir? Sən onu yanında oturmuşsan deyən o sözü deyir. O tək maşında düşüb öldürəcəm, zibilə düşəcəm sözünü demir. Onu danışdıran sənsən.
bizi də natamam cəmiyyətlər idarə edənlər bir-birlərimizdir. O gedib onun nə bilim namus qeyrət üstündə adam öldürmək şey var. Ona informasiyanı ötürən qıraqdakıdır, ətrafda odur, budur. Bayaq dedim, birinci boşanan adamlar az idi deyin. Buna faciə kimi baxın. İndi çoxalıb hamı bir-birinin tayı olub deyin. Artıq buna faciə kimi baxan yoxdur. Və zamanla gəlib. O bütün sənin büyün o adamı öldürmək səbəbin var. Məsələn, qadını öldürmək və kimisə, hansısa bir kişini öldürmək səbəbin var. 20 il sonra anekdota çevriləcək, gülməli bir şeyə çevriləcək və sən fikirləşəcəksən ki, mən nəyə görə gəlib 15 il içəridə oturmuşam? Fikirlər dəyişə bilər. Hətta yəni cəmiyyət bax emosional qərar belədir də. Yəni o toy kasetində oynamağına baxıb güldüyün kimi 20 il sonra özün-özünə güləşsən ki, mən nəyə görə gəlib adam öldürmüşəm ki? Yəni bu cür dəyişir. Ona görə emosional addım atmaq olmaz. Emosional qərar vermək olmaz. Hər bir insanın emosiyalarına, hisslərinə nəzarət eləyə bilən kənarda bir ağıl olmalıdır. 3 dəqiqədən, 5 dəqiqədən sonra bu hirsin, hikkən, emosiyan sönməyə başlayır, qutarıb gedir. İkincisi, insanın güclü immuniteti olmalıdır. Psixoloji, məsələn, düşüncədən ibarət, elmdən ibarət. Məsələn, keçən dəfə yenə yazmışdım ki, belə bu böhtan atmaq var. Adama böhtan atırlar, şər atırlar. Yəni düzdür, heç yəni kiməsə böhtan atmaq yaxşı bir şey deyil. Amma indi bu cəmiyyətdir da. Gündə mənə 50 dənə böhtan atır. İndi mən gəlib bunların hamısını məhkəməyə verməliyəm. Vallahi ikinci adamı məhkəməyə verəndə artıq öz dost tanışım evdə işləməyən lağlağıya qoyacaqlar. Nə oldu elə sən də hamını məhkəməyə ver. Özün bambulu vəziyyətə düşəsən. İnsanın böhtana, şərə də bir immuniteti olmalıdır. İmmuniteti olmalıdır, gücü olmalıdır. Sən elə bir şəxsiyyət olmalısan ki, o səhv böhtana atanda o birisilər inanmasın. Lap inansa belə. Lap inansa belə. Əsas sən deyilsən. Hadi qutardı getdi, lap inansın. İndi mən inanmasın birinci Zaten böhtanın gücü ondadır ki, başqaları inanır deyə sən narahat olursan da. Bəli, lap inansın. Sənin bir immunite, Victor Hugo'ya nə böhtan atasın sən? Nə böhtan atasın sən? Rahat da. Yəni, mən bir dəfə müsahibəmdə demişdim, yəni təkrar edim. Bizim insan, ümumiyyətlə, demirəm, hamı gəlir Victor Hugo olmalıdır. Yox. Hansısa bir peşədə də Victor Hugo'luq var. Dülgərlikdə də bir Victor Hugo'luq var. Nə bilim, süpürgəçilikdə də bir Victor Hugo'luq var. Yəni sən şəxsiyyətini, obrazını elə qurmalısan ki, və sən kənardan indi hamı üzr istəyirəm, əclaf deyil, hamı şərçi deyil, hamı böhtancı deyil. Bu cür adamlar var da. Amma hamı elə deyil. Qıraqdan baxana bir obraz təqdim edirsən. Sənin obrazın nədən ibarətdir? Sən bu obrazı təqdim eləyəndən sonra və sənin fəaliyyətin də zaman-zaman durub elə işin gücünü töküb ancaq belə şəxsiyyətimə xidmət edir. Bu da sənin yaşamağına da mane olur da. Yəni ümumi bir xarakterin olur, Bu xarakteri tərbiyələndirmək üçün işlər görürsən. Və belə deyim, pəncərələrini də açıq qoyursan. Hava dəyişsin, içinin havası dəyişsin, ruhunun havası dəyişsin. Qapını, pəncərəni bağlayıb, ora heç bir düşüncəni buraxma, içərini ifunət qoxumasın için. Pəncərələrin açıq olsun. Rahat bir külək gəlsin, fikirlər, düşüncələr. Qardaş, mən belə danışıram. Bir adam lazımdır ki, gəlsin, otursun, mənim düşüncələrimi, əgər bu səhvdirsə, təsir eləyə bilsin. Dəyişsin mənim düşüncələrimi. Əgər səhvdirsə, əgər insanlığa xidmət eləmirsə, əgər bəşəriyyətə, insana, insanlığa, xoşbəxtliyə xidmət eləmirsə, dəyişsin. İndi mənə hərdən bir söz də deyirlər ki, sən adamı həvəsdən salırsan. Elə bu dünya hər şey boşdur, yalandır, həvəsdən salırsan da belə əlin, qolunu. Deyirəm, valla, mən bunu bəlkə belə danışıram, sənə belə təsir edir, amma niyyətim o deyil. İnsan dibə, ən dib var ha, insan içi o dib var. Dibə yenəndə, o dibi görəndə, o dibdə bir dənə həqiqət var. Sən heç kimsin. Amma bu heç kim olmaq
sənin gəlir. sadələşməyinə, aydınlaşmağına, durulmağına xidmət eləməlidir. Başa düşürsən? Yəni sən heç kimsən. Yəni milyonları olan adam bir dəqiqənin içində məhv eləyirlər, qutarır gedir. Və o məhv eləyənin özünü də bir dəqiqənin içində məhv eləyirlər, qutarır gedir. Bu dünya nə qədər diktatorlar görüb, bu dünya nə qədər kimlər görməyib bu dünya. Səməd Vurğun deyir, biz gəldi gedərik, sən yaşa dünya. Yəni kimləri görməyib. Ona görə insan təkəbbürdən, insan egoizmdən, insan belə o yekəxanalıqdan xilas olur. Məsələn, mən hərdən danışır, mən dindar deyiləm, mənim dünya görüşüm. Amma elə məsələn üçün dindar adamlar çıxır adamın qabağına ki, bu qədər gözəl insan olur. Adam din haqqında düşünməyə başlayır. Yəni o xidmət elədiyi o düşüncə ki var. Təqdimatdan çox şey asılıdır. Bəli, düşünməyə baxsan, bu nə gözəl insandır. Elə adam var, o mən bir də yazmışdım. Elə adam var baxanda, məsələn dindarda adam ona baxan kimi ateist olmaq istəyir. Elə adam var ateisti, adam ona baxan kimi dindar olmaq istəyir. Eynən. Yəni bizən o öz şəxsiyyətinlə, kimliyinlə bütün bu dindar olmağın da, qeyri-dindar olmağın da heç nə sənin şəxsiyyətinə, insan kimi rəftarına, düşüncənə təsir eləməməlidir. O tamam ayrıdır, söhbət edirik. Məsələn, bir deyim də, ad çəkmək biraz yaxşı, belə mən istəyim, yəni ad çəkib desəm, bizim bir ateist bir şair dostumuz var. Görürəm bu özü ateist olsa da özü hər şeyin xurafatçılığı ilə məşğuldur da. Yəni nə bilim demokratiya deyirsən inanmır, nə bilim müxalifət deyirsən inanmır. Yəni belə hər şey inkar. Amma məsələn bir dənə bir YEK müdürünün qabağında o necə quyruq buladığını mən görmüşəm. Yax nə oldu sən buna inandın? Məsələn gücün qabağında quyruq bulamaq, gücün qabağında. Məsələn, mən hərdən belə adamlar gəlir də məndən kitab. İndi elə adamlar var, kitab almağa gəlmir. O kitabı almayan adamlarla daha çox mehriban olmağa çalışıram ki, elə düşünməsin ki, elə mən burada alversiz adam elə kitab alanlarla, o almayanlarla daha çox mehriban olmağa çalışıram. Amma görürsən ki, o mehribanlıq var. Məsələn, qarşı tərəf də sənə kömək eləmir ki, bu münasibət təbii. Görürsən ki, o səni yorur. Onun kitab almamağı, yəni ümumiyyətlə kitab almaq istəməməyi, artıq o kitabdan uzaqlığı, onun xarakterində göstərir özün. Xarakterində özün göstərir deyin, o ünsiyyət səni yorur. Kitab almır deyirsən özün. Bəs ona görə din deyir ki, insan səxavətli olmalıdır. Hə, yox, məsələn, sən özünü məcbur eləyib, sən naqruskada, belə deyim, məcbur eləyib ondan belə gülürsən, mehriban davranırsan, amma bizə nə qədər enerji itirirsən, nə qədər enerji, elə bil altdan yuxarı qalxırsan, dağa. Amma o, məsələn, gözəl insanlar var, elə belə kitab da almır, nə bilim, deyir imkan yox, deyirəm, kitabda da götür, hamısını verirəm sənə, nə var ki burada? Amma onunla ünsiyyətdən elə belə xoş belə, özdə vallahi belə götürəndə savadı da yoxdur. Amma o qədər içindən sənə bir işıq verir, enerji verir, güc verir. Elə bir belə samakatı qoyursan, üz aşağı, motorsuz bir samakat. Səni elə rahat al. Yəni, ümumiyyətlə, indi verişimizin, bilmirəm, sonudur. Biz burada bu dünyaya gəlməyəcəyik. Çalışmaq lazımdır, var gücünlə çalışmaq lazımdır ki, xoşbəxt olaq. Xoşbəxtlik. Mənim dünyada ümumiyyətlə tanıdığım, qəbul elədiyim bir nömrəli dəyər xoşbəxtlikdir. Çünki xoşbəxtlik belə gün ərzində olan bir şey də deyil. Gün ərzində bəlkə də bir dəqiqə o hissləri yaşayırsan, yaşamırsan. Xoşbəxtlik an məsələsidir. An. Bir də görürsən, qəfil xoşbəxt olursan, ətrafına baxırsan ki,
Sən deməsən, bütün bu ömrü xroniki bir depressiyada keçirirsən. O bir dəqiqəlik Xoşbaxtlıq səni anladır onu. hə, o bir dəqiqəlik xoşbəxtlik sənə onu anladır ki, sən bir 2 il imiş ki, sən depressiyadasanmış. Onu bir dəqiqəlik xoşbəxtlik göstərir sənə. Tamam. Gəlin elə bitirək verilişimizi. Vaxtımız çox sürətlə keçdi. Mən təşəkkür edirəm sizə. Sağ olun, xoş olun. Və izləyicilərimizə də gələn görüşlərə qədər deyirəm. Bugün biz cəmiyyətimizə və özümüzə yazıçı Kəramət Böyükçölün gözü ilə baxmağa çalışdıq. Sağ olun, salamat qalın.